Bərdədə bədbəxt hadisə baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1947-ci il təvəllüdlü 79 yaşlı kişi ağac kəsən zaman ehtiyatsızlıqdan yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o suda boğularaq həyatını itirib. Mərhumun meyidi sudan çıxarılaraq aidiyyat üzrə təhvil verilib. Faktla bağlı araşdırma işlərinə başlanılıb. Şamaxıda oğul atasını bıçaqlayıb. Hadisə Sabir qəsəbəsində qeydə alınıb. 37 yaşlı Anar Ağayev ailə məişət münaqişəsi zəminində 67 yaşlı atası Məmməd Ağayeva kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda baş vermiş faktla bağlı araşdırma işləri aparılır. Xankəndi Şuşa yolunda ağır qəza baş verib. Hadisə ötən gecə qeydə alınıb. Hərəkətdə olan Tofaş markalı avtomobili idarə etmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov isə xəsarətlərlə xəstəxanaya çatdırılıb. Təbibdən bildirilib ki, dünən saat 21:50 radələrində Respublika Təcil və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə Xankəndi Şuşa yol ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər kişinin həkimə qədər ölüm faktı qeydə alınıb. 1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllə daxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək. Ağcabədidə qazini cəryan vuraraq öldürüb. Doğru xəbər Azərbaycan bildirir ki, Ağsu rayon Çaparlı kənd sakini, Vətən müharibəsi iştirakçısı Asif Elxanoğlu Qəmbərov iş görərkən bədbəxt hadisənin qurbanı olub. Baş vermiş ölüm faktı ilə bağlı araşdırma tədbirləri aparılır.